Dostlar, hər vaxtınız xeyir. İndi bəlkə bu videoya görə məni qınayan olacaq və yaxud kimlərsə yazacaq ki, yox biz Avropalaşırıq, biz nə bilim, biz inteqrasiya eləyirik haralarasa. Bu inteqrasiya deyil. Bu milli, mənəvi, əxlaqi dəyərlərin aşağı salınmasıdır. İndi deyim nə? Bir neçə gün əvvəl, yəni qış tətilindən öncə bir şəhərin mərkəzində özdə olan məktəblərin, orta məktəblərin birinin qarşısında az parkingdir deyə park elədim maşını, düşdüm, işim var idi. Və mən təsəvvür edirsiniz orada nələr gördüm. Mən məktəbin həyətinə girib çıxan, çiynində məktəbli sumkası olan 13, 14, 15 yaşında qız uşaqlarının necə qısa bir geyimdə məktəbə gəldiklərini gördüm. Qısa, açıq bir geyimdə. Axı siz bizim balalarımızsınız, axı siz bizim qızımızsınız, bizim uşağımızsınız, axı olmaz bu cür geyinmək. Hə, kimsə uşağını indi yaza bilər ki, mən özüm bilərəm uşağıma nə paltar geyindirirəm. Bəli, özün bilərsən nə paltar geyindirirsən, amma toyda, bayramda, qohumun ad günündə, nə bilim nədə, onu özün bilərsən. Məktəbə olmaz, orta məktəbə olmaz, heç universitetə də olmaz. Universitetə də gələndə o cür açıq-saçıq, qısa geyimdə gəlmək olmaz, amma universitet tələbələrinin biraz, yəni mən indi qarışmaq istəmirəm. Amma orta məktəb 13 yaş, 14 yaş, ən uzaq 15 yaş olardı o qızların. Çox biabırçı bir mənzərədir. Çox utandım. Biz Azərbaycanlıyıq, biz milli mənəvi dəyərlərimizə bilirsiniz necə, sahib çıxmalıyıq. Elə həmin məktəbin direktoru da, məktəb rəhbərliyi də bu məsələlərdə çox aktiv şəkildə iştirak eləməli və o cür geyimlə gələnləri məktəbə buraxmamalıdır. Mən belə düşünürəm. İndi mənə burada nə istəyirsiniz yazacaqsınız ki, ay yox, müəllim kimdir ki, direktor kimdir ki, mənim uşağımı məktəbə buraxmasın. Amma olmaz. Elə valideyn olaraq birinci sən öz uşağına nəzarət eləməlisən ki, o cür qısa geyimdə qız uşağı, 13 yaşında uşaq orta məktəbə gəlməsin.